Baloğlanov Din Məhəmməd, Hacı Din Məhəmməd Musaxanoğlu 1942-ci ildə Yardımlı rayonunun Deman kəndində anadan olmuşam. 58-ci ildə Əlbayramlı Şirvan şəhərinin Vidadi küçəsində yaşayıram. Mən bu kanalizasiyaların, bu transformatora, bütün hamısına mən baxmışam. Mərdan müəllimin vaxtında mən müraciət eləmişəm. Gəliblər, köməklik eləyib, Allah rəhmət eləsin şəfaət köməklik eləyib mənə. Amma bu günləri nə qədər adamlara müraciət eləmişik, gəlib bura baxıblar, heç birisi bir həmiyyət verməyib. Ona görə də mən Prezident İlham Əliyevə, ondan sonrasına Mehriban Əliyevə xahiş edirəm. Bu Demanın məhəlləsinə bir köməklik eləsinlər, asfaltı yox. Hər tərəfə işıq çəkilib. Bir dənə bizim bu məhəlləyə deyirlər, o 6000'lik var orada, 6000'liyə görə biz işıq çəkilməli. Amma bizim başqa yerlərdə hamısının altında, 6000'likin altında işıq gedir. Niyə getməsin? Niyə bizim məhəllədə baxan yoxdur? Asfaltı, bax bu asfaltı Mərdan müəllim çəkdirib. Mərdan müəllim çəkdirib mənə görə. Yəni köməklik eləyiblər hamı. Amma indi heç bir nə icra hakimiyyətindən, nə bələdiyyədən heç kəs gəlib bura köməklik eləmir. Mənim sözüm budur. Xahiş edirəm artıq dərəcədə bizim kanalizasiya məsələlərimizə, işıq məsələlərimizə köməklik eləsin, bir də yola köməklik eləsinlər. Mənim sözüm bu qədər. Sağ olun. Mən Şahmarov Əlixan Xudoğlu. Burada o vaxtı Əlbayramlı idi, İndiran. Əlib Şirvana mən demək olar ki 18-22 əskərlikdən sonra olan vaxtlardan burada yaşayıram. Bizim o vaxtdan bəri olan nə qədər bu açıq kanalizasiyalarımız ki var, o vaxtdan bəri bu haldadır. Dəfələrlə biz yığışmışıq, iş görmüşük, abadlıq işi aparmışıq, dəfələrlə təmir eləmişik, yenə həmən vəziyyəti alır. Niyə görə? Çünki standart ölçülər var, o ölçülər vasitəsilə bu çəkilmir. Standart ölçülər nədir? Bu kanalizasiyalar hamısı kapronlu turbalarla çəkilsə, opşi kollektor. Sonra hamı o kollektora birləşdirsə, burada olan bu qamışlıqlar falan, bunlar hamısı, bu qamışlar ləğv olacaq. Quruyacaq, gedəcək, su olmayan yerdə qamış olmur. Demək, o vaxtdan bəri bizim bu vəziyyətimiz, deməli, bu yerdədir. Sonra bizim bu, həmən o vaxtdan yaşayıram, bizim bu yollar. Allah köməyi olsun, bu Hacı Din Məhəmmədin dəfələrlə düşüb irəli.